Hər kəsi salamlayıram. Mən hal-hazırda Gəncə şəhəri Abbasiyyət adına xəstəxanadayam. Böyrəyim üçün UZ-yə düşməliyəm. Sinus doktorun adına qəbz istədim. Dedilər ki, məzuniyyətdədir. Amma hal-hazırda adi məzuniyyətdə gedən Sinus xanım Devlət xəstəxanasında ötürüb öz UZ otağında xaltur eləyir, lor dilində desək. Hal-hazırda mən yaxınlaşıram Sinus xanıma. Görək nə deyir. İzləmədə qalın. 5 dəqiqə şovlar olacaq. Mən böreklerimi uzaya salabilirsiniz. Yok, ben mezuniyetliyim. Geçen haftanın 4. günü hoca sordu. Ödənişə baxabilirsiniz. O da çocuk gözlemedi. Saf çəkmişdik. Budur. Gördüyünüz bir belə millət. Sinus xanımı gözləyir. Özü də təsdiqlədi ki, məzuniyyətdədir. Qəbzlə gələn həftə baxa bilər. Yəni ödənişlə amma baxır. Elə gördüyünüz bir belə millətdə Sinus xanımın ödənişindədir. Mən bilmirəm, bu ilkin doktor hara baxır, səhiyyəmuna nə dərəcədə qiymətləndirir və baş həkim İlqay doktor niyə göz yumur?